Mənə tez-tez həm abituriyentlər, həm tələbələr eyni sualla yaxınlaşır ki, ixtisası necə seçək ki, sonradan iş tapmaq rahat olsun. Və mənim əsas cavabım bu olur ki, ümumiyyətlə iş tapmağa görə ixtisas seçmək artıq səhvdir. Yəni ixtisas seçimi içəridən gələn həvəs olmalıdır. Yaratmaq eşqi, öyrənmək eşqinə bağlı olmalıdır. Necə ki, rəssam öz çəkdiyi rəsmləri harda satacağını düşünmürsə, musiqiçi bu musiqidən necə pul qazanacağını düşünmürsə ilk əvvəllər, yəni ixtisas seçəndə, mühəndisdə də eyni bir şey olmalıdır. Yəni mühəndislik insanın bir daxili həvəsi olmalıdır. Biz geriyə baxsaq orta əsrlərdən, qədim dövrlərdən, lap Yunanistandan biz ixtiralardan həmişə eşidirik, oxumuşuq. Onların hamısı baxsaq niyə insanlar bunu ediblər? Daxildə olan maraq, mühəndisliyə olan həvəs və s. Və heç vaxt uduzmamaq üçün bu iş bazarı dediyimizdə, gələcəklə bağlı planlarla dediyimizdə həmişə üstə olmağımız üçün hər zaman bu belə deyək də bu mübarizədən qalib çıxmağımız üçün sevdiyimiz işlə məşğul olmalıyıq.